Mən bugün Macronla arvadı arasında baş verənləri gördüm. Onun oradaki davranışları şəxsən mənim üzrə. Sən nətər kişisən? Sən arvad sağ şillə atır orada. Durub hələ deyəsən ki, gəl əl-ələ tutaq gedək. O da sağ heç yaxın gəlmir. Arvad sağ niyə şillə atmalıdır? Yəqin ondan qabaq nəysə eləmişsən ki, o da orada dözləməyib sağ şillə atıbdır, ha? Özə fikir vermiş də hara gedir, hardan gəlir, orada ona bir şillə atmalıdırlar. Hər çatan sağ belə yumruq vurub şillə qaldırmalı, sən elə durub ora-bura baxmalısan. Abacı, arvad səndən 15-20 yaşda böyük olsa, onun səni vurmağa ixtiyarı yoxdur. Belə pis çıxmasın, sən kişisən. Fikir vermişsiniz də, öncə də onu dəfələrlə şilləliyiblər. Düzdür, şilləni xoşlayır. Dəfələrlə də fikir vermişəm ki, belə vururlar, amma vecnə dördü, elə bir sanki bunun o işdən xoşu gəlir. Bax, bacı, sən də durdun evdə bir daha bir kişiyə bir şillə atın. Sana deməz ki, məni niyə xalqın içində vursan, irad bildirər də, düzdür mü? Yoxsa ki, bunu durub cəmaat içində vururlar, elə gər mənəm, Fransa prezidentiyəm, Emmanuel Macronam. Deyək, yaxşı da Fransa prezidenti, elə gəlirlər, şap, şup, cüp, bir özə bir çəkir düzən ver. Səni vuranlara bir sərt bax, yoxsa ki, çatan saat olamaz deyir. Az mənə niyə vura bilər? Sən onu məhv eləyərəm. Deyək ki, arvaddan çəkinirsən də biraz kişiyə oxşuyur. Bir dəfə də sən vurdu, elə gərək çatan səni vura. Hər dəfə iclaslarda Avropa Şurasıyla zaten görüşəndə ona bir izah eləyirəm ki, biraz acımasız ol, sərt ol, yəni iclaslarda zaten o qədər ona deyirəm ki, mən deyirəm, mən eşidirəm. Az neçə iclaslarda bu adam məni biabır eləyib. Hədə indi mən ora gəlirəm, onu istəyirəm elə səhərdən deyim. Deməli, düzdür. Yox, ona 100 dəfə deyil, xeyri yoxdur, bunun xasiyyətidir bu. Tanıyıram da.